Biz bir yol gedirik və hər kəs də öz yolunu yaradanda, yəni öz yolunu yoxlayırsan ki, mənim yolum məni hara aparacaq? Düz də olsa, səhv də olsa, əgər niyyətin təmizdirsə, səmimidirsə və bu yolda sənin həyatına çoxlu insanlarla rastlaşırsan və hər bir insan da Tanrı göndərir və sənə nə isə mesaj verir. Elə insan var ki, sənə deyir ki, sən öz sınırlarını qorumalısan, sərhədlərini. Başqa bir insan göstərir ki, sən hələ travmalarını sağaltmayıbsan, sən xəstəsən, yəni öz üzərində işləməlisən. Yaxud elə insanda elə bir vaxtı çıxır ki, qabağına sən insanlara güvənini itirirsən və deyirsən ki, artıq heç bir vaxt, heç bir insanı həyatıma yaxın buraxmayacağım və belə bir vaxtı Tanrının öyle bir zərrəsi gəlib qarşında durur ki, sən ona baxaraq heyran olmaya bilmirsən və beləliklə insanlar gələcək, gedəcək həyatımıza, onlardan inciməli, onları nankör, naşükür deməli deyilik. Çünki hər şey bizdə gizlidir və özümüzü güzgüyə baxaraq düzəltməliyik. Və ümumiyyətlə o insanlar bizə bizim kim olduğumuzu, elə insanlar da var kim olmaq istəmədiyimizi. Yəni o insanlarla yolu ayırırsan və insanlar başlayırlar qışqırmağa, dram yaratmağa, sakitcə onları qoyursan orada. Yaxud da çıxıb gedirəm, haray həşir salırsa, qapını açırsan, buyur deyirsən. Beləliklə, necə deyərlər, gözəl şair Can Yücel demişkən, hər şey bizdə saklıdır. Sən olduqca, sən özünü yaratdıqca artıq manipulyasiya dolu dünyada, hələ ki bizim ölkədə sən az çox özünü qoruya bilirsən. Yetər ki, sən içində öz dünyan olsun və sevgidən heç vaxt vaz keçməyəsən. Sənin olan sənin yanında olacaq. Sənin olan sənə gələcək. Gerisi isə deyir, bir söz də var türklərdə, mövzu bahis vatansa, gerisi təfərrüatdır. Yəni, əsas sənsən, sən özünü qoruduqca, sən özün olduqca, sən kiməsə görə dəyişmədikcə, sən dürüst olduqca Tanrı səninlə olacaq. Thank you.